Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salam əziz dinləyicilərim. Bugün yenə də şənbə söhbətlərində xoş gördük sizləri. Azərbaycan ədəbiyyatı hər gün yazılıb, yaradılan, daim yenilənən bir ədəbiyyatdır. Biz bu verilişdə həm unudulmaz yazıçılarımızı, şairlərimizi xatırlayır, həm də bugünün ədəbiyyatını izləyir, sizə təqdim etməyə çalışırıq. Bugünkü yazı masası rubrikamızın qonağı hekayələrini sevərək oxuduğum Qobustan jurnalının əməkdaşı Naringül Nadir xanımdır. Çox təvəzzökar, özünü yalnız oxuculara tanıtmağa çalışan, öz əsərləri ilə tanınmağa çalışan yazıçımızdır. Xoş gəlmisiniz Naringül xanım. Çox sağ olun Aysel xanım. Təşəkkür edirəm. Naringül xanım, bizim verilişimizin yazı masası rubrikasında çox ənənəvi bir sualımız var. Hal-hazırda nə üzərində işləyirsiniz? Hansı yeni kitablarınız var? Yaradıcılığınız hansı mərhələdədir hal-hazırda? Mən həmişə sizi izləyən bir insan kimi, bir oxucunuz kimi bilirəm ki, çox gözəl nəsr əsərləriniz var və sizin obrazlarınız, yazılarınızda olan obrazlar sanki insanla söhbət eləyir, insan onlarla dost ola bilir. İndi çağdaş Azərbaycan ədəbiyyatında 5-4 yəni deyərdim ki, nəsr nümunəsi dünyaya gətirən nasirimiz varsa, qadın nasirlər arasında siz onlardan birisiniz mənim üçün və mən istərdim ki, bugün siz öz yeniliklərinizdən bizim izləyicilərimizə danışasınız. Buyurun. Çox sağ olun Aysel xanım. Xoş sözlərə görə, diqqətə görə ayrıca təşəkkür edirəm. Yəni mən də sizi sevə-sevə oxuyuram sizin şeirlərinizi, hekayələrinizi və mən bugün demək nə üzərində işləyirəm, əslində çalışıram. Yəni planlarım nədir? Əslində elə özüm də özümə bəzən suallar verirəm ki, bugün mən yaradıcılığımda yəni hansı yerdəyəm, hansı işlərim qalıb, nələri etməliyəm və doğrudan da bir əhəmiyyətli bir sualdır. Yəni mən özüm hesabat verirsiniz özünüzə. Bəli, yazıçılar kimi. Yəni maraqlı bir sualdır. Elə bu hesabat üçün də son vaxtlar şeirlərimi çalışıram, toplayan bir kitab halına gətirəm. Mən uzun müddət ki, şeir kitabı çıxarmıram. Mənim deməli 2 şeir kitabım çap olunub, amma illər əvvəl bunlar çap olunub. İşıqda adiləşmək qorxusu və Qadın da ağac kimidir adlı şeir kitablarım çap olunub və bundan sonra mən nəsrə keçdim. Sizin də bayaq qeyd etdiyiniz kimi hekayələr daha çox mənə, yəni nəsr mənə daha çox zövq verir. Amma poeziya ilə gəlmisiniz ədəbiyyata. Mən onu bilirəm ki, siz şeirlərlə gəlmisiniz ədəbiyyata. Bəli, elədir. Şeirlə gəlmişəm ədəbiyyata. Yəni məni ədəbi mühitdə azdan çoxdan şeirlə tanıyıblar. Bəli. Və sonradan mən nəsrə keçdim. Doğrusu nəsr məni həmişə çəkib. Mən ümumiyyətlə elə mütaliə zamanında nəsr mütaliə etməyi çox sevirəm. Yəni nəsr mənə daha o genişdir, onun arenası daha geniş gəlir. Yəni nəsrdə özümü daha rahat hiss edirəm və mənim 3 nəsr kitabım çap olunub. Qar çiçəyi kitabım, Günəş üzlü qadın və Çilli qız, sonuncu Çilli qız kitabım, hekayələr və povest, bir povest və ora 9 hekayə daxil olunub. Və bu kitablarım çap olunub. Hardasa nəsr kitablarım da demək olar ki, ədəbi elitada bir qədər maraqla qarşılanıb. Yəni haqqında müxtəlif bizim nəzəriyyəçilərimiz, rəyçilərimiz, tənqidçilərimiz, bəli, ədəbiyyatşünaslarımız müəyyən rəylər bildiriblər, fikirlər bildiriblər və bu da mənə bir qədər də stimul verir. Yəni hər bir müəllif təbii ki, oxuculardan daha çox qiymət gözləyir, dəyəri oxuculardan gözləyir. Çünki biz artıq yazında düşünmürük ki, biz yəni bu necə nəticə verəcək, nə olacaq, sonu necə olacaq. Bəzən yazırıq, qəbul olunmur, oxucular tərəfindən maraqla qarşılanmır. Yəni bu bir mənalı deyil ki, mütləq yazdım, bu qarşılanacaq. Bəzən sənin özünə maraqlı gələn əsər və sən düşünürsən ki, bu əsəri mən çox gözəl ifadə eləmişəm. Baxırsan ki, o qədər maraq doğurmur və bəzən isə sən əksinə olur, bəli, yazırsan hansısa əsəri və hansı duyğuya düşürsən, o ruhda köklənirsən, yazırsan və baxırsan ki, əsər maraqla qarşılanır. Yazı masası. Gözəl yazıçı olmaqla yanaşı, siz gənc yazıçıların, gənc şairlərin, kənarda təvəzzökar olan, öz istedadını üzə çıxarmağı bacarmayan insanlara da kömək olursunuz. Mən bunun dəfələrlə şahidi olmuşam. Elə işlədiyiniz, əməkdaşı olduğunuz Qobustan jurnalından söz açaq, Qobustan dərgisindən söz açaq. Bilirik ki, Qobustan tarixi, bu jurnalın tarixi çox uzun illər əvvəl yaranmış bir jurnaldır və çox sevilən Azərbaycan ədəbiyyatında Yazıçılar Birliyi nəzdində
içində olan, jurnallar içində öz sözü, öz dəyəri, öz çəkisi olan bir dərgidir və siz də oranın, yəni bilirik ki, orada hər bir insan, hər bir yazıçı əməkdaş ola bilməz, amma siz də oranın çox sevimli əməkdaşısınız. Bu barədə biraz istərdim danışaq. Çox doğru qeyd etdiniz Aysel xanım. Qobustan jurnalı doğrudan da bizim milli mətbuatımızın, yəni bir önəmli bir hissəsidir. Demək olar ki, öz milli mətbuatımızda izi olan bir mətbuat orqanıdır. Qobustan jurnalı artıq deməli yarım əsrdən çoxdur bir yol gəlir, bir zaman gəlir və 1969-cu ildə ilk sayı deməli işıq üzü görüb və jurnalın ilk redaktoru bizim hörmətli yazıçımız Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim olub. Və bundan sonra jurnala Fikrət Qoca rəhbərlik edib, Ələkbər Salahzadə, Vaqif Əlixanlı və bu gün isə bizim çox istedadlı publisistimiz, yazıçımız Pərvin Nurəliyeva jurnala redaktorluq edir və bu jurnal deməli yarandığı gündən ədəbi mühitimizdə, mədəni mühitimizdə formalaşmasında, daha doğrusu çox böyük bir əhəmiyyətli bir rol olub jurnalın. Nəinki ədəbi mühitin bizim Azərbaycan tədqiqatçılarının, alimlərinin də yetişməsində, onların müdafiəsində də böyük rol oynayıb. Çünki hamı istəyib ki, orada məqaləsi çıxsın, orada sənətkarlar haqqında məqalələr nəşr olunur və bayaq adını çəkdiniz, Pərvin xanım da bu ənənəni, bu gözəl ənənəni qoruyub, saxlayır və davam etdirir və siz əməkdaşların əlbəttə ki, siz də onun ətrafında və işığında və çox sevilən bir dərgidir, mən deyərdim. Çox sevilən, hamı orada nəşr olunmaq istəyir, sadəcə olaraq onu əldə etmək istəyir. Oxunaqlı bir dərgidir, həm nəfis tərtibatı ilə seçilir, hər dəfə orada rəsm əsərləri qoyulur. Digər bir rəssamların tanınmasında böyük rol oynayır və mən bu yolda da sizə çox böyük uğurlar arzulayıram Naringül xanım. Mən bilirəm ki, bizdə ədəbiyyat festivalları keçirilir və Türk dünyası bir kitab festivalı keçirilir hər il. Mən özüm də orada dəfələrlə iştirakçısı olmuşam. Siz məni dəvət etmisiniz və orada bir gül dəftəri layihəsi var. Çox gözəl layihədir. Nə ilə bağlıdır bu gözəllik? Məsələn, çox uzun illər bundan əvvəl yaşamır. Dünyanın bütün yerlərində bu ola bilər Macarıstan, bu ola bilər Belarusiya, nə bilim, digər dövlətlərdə, Avropa dövlətlərində də yaşayıb yaradan qadın yazıçılarının və indiki dövrdə yaşayan qadın yazıçılarının bir sintezidir, mən deyərdim. Mütləq həmən o gül dəftəri layihəsində kimsə anılır və orada şeir nümunələri, bu indiki çağdaş Azərbaycan ədəbiyyatının qadın şairlərinin şeir nümunələri səsləndirilir və çox gözəl qarşılanır bu. Mən istərdim bu layihə haqqında danışaq. Bilirəm ki, siz həmən layihənin rəhbərisiniz. Buyurun. Çox sağ olun Aysel xanım. Doğrudan da bu layihə, yəni əslində layihənin rəhbəri Xəyal Rızadır. Daha doğrusu mən orada qadın bölməsi sizə, yəni mənim də orada layihəm var və bu tədbir siz çox gözəl, doğru vurğuladınız. Yəni əhəmiyyətli bir tədbirdir. Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı artıq 4 ildir keçirilir və bu şəhərimizin bildiyiniz kimi çox gözəl bir yerində, Elmlər Akademiyasının qarşısındakı parkda keçirilir və açıq havada. Bəli, açıq havada və bunun bu özəlliyi də belə budur ki, yəni şəhər sakinləri orada çox gözəl, rahat gəlirlər, ədəbiyyatla tanış olurlar, müəlliflərlə tanış olurlar və bizim sərgimizdə deməli müxtəlif proqramlar, müxtəlif elm adamları ilə, müəlliflərlə görüşlər keçirilir. Yəni elmi söhbətlər, kiçik tamaşalar və hər tədbirin sonunda bir film, qısa metrajlı bir film nümayiş olunur və bu da çox maraqla qarşılanır və bu tədbirin bir özəlliyi də budur ki, burada biz deməli 7 gün keçirilən tədbirdə 7 türk dilli ölkədən ora biz qonaqlar dəvət edirik, yəni, alimlər, müəlliflər dəvət edirik, yazıçılar və burada siz qeyd etdiniz ki, mənim orada Gül dəftəri adlı bir layihəm var və burada müasir Azərbaycan poeziyasında, yəni öz rolu olan, tanınan qadın şairələri dəvət edirik. Eyni zamanda türk dilli ölkələrdən hər gün bir ölkənin qadın müəllifinə, daha doğrusu xatirəsinə həsr edirik həmin tədbiri. Və bu da biz çalışırıq ki, ümumiyyətlə, yəni türk dilli dövlətlərin arasındakı əlaqə üçün də, yəni bir vasitədir. Bəli. Həm də biz çalışırıq, yəni unudulmasın bizim şairlərimiz, həmişə xatırlansın, tanınsın. Yazı masası.
Mən bilirəm ki, siz artıq uzun illərdir ədəbiyyatdasınız. Bax, bildiyimiz kimi şeirlə gəlmisiniz ədəbiyyata və doğrudan da gözəl nəsr əsərləriniz olub və oxunaqlı bir yazıçılarımızdan birisiz. Bəs indiki Azərbaycan ədəbiyyatına gələn gənc nasirlərə, gənc şairlərə, sizcə bax indiki çağdaş Azərbaycan ədəbiyyatına müasir yazıçılarımız etimad etmək olar? Müasir dövrümüz haqqında nə deyə bilərsiniz? Mən düşünürəm ki, yəni müasir bizim ədəbiyyatımızda yetərincə kifayət qədər istedadlı gənclər var, imzalar var. Mən qeyd etmək istəyirəm, xüsusilə nəsr sahəsində mənə elə gəlir ki, yəni nəsrdə daha çox istedadlı bizim bu gün gənclərimiz var və maraqlıdır ki, çox bir onların maraqlı hekayələri, daha çox hekayə janrı mənə elə gəlir son dövrdə, yəni müasir Azərbaycan ədəbiyyatında hekayə janrı daha çox öndədir, belə hesab edirəm. Nəyə görə uzun əsərlər yazmaqdan yayınırlar? Yəni hövsələ yoxdur insanlarda ona görə. Çünki elə siz özünüz qeyd etdiniz ki, hövsələ yoxdur insanlarda, doğrudan da uzun əsərləri oxumaq bir qədər indi. Amma biz o romanlarla, povestlərlə böyümüşük, düzdür? Elədir, artıq ədəbi mühit də dəyişir, bizim cəmiyyətimiz necə ki o zaman dəyişir, cəmiyyət dəyişir. Bununla bərabər təbii ki, ədəbi mühit də dəyişir, onun meyarları da dəyişir və insanlar artıq, doğru qeyd etdin ki, oxucular da artıq uzun əsərlər oxumağa, yəni vaxt yoxdur. Çünki o qədər informasiya, indi xəbərlər, informasiya çoxdur, yetərincə. Yəni buna görə də insan çalışır ki, nədənsə hər şeydən xəbər tutsun. Yəni sosial şəbəkələrdə daha çox vaxt. Nargül xanım, siz düşünürsüz ki, bizim ədəbiyyatımız əmin əllərdədir və bu davam edəcək. Mən də düşünürəm ki, bu da mənim fikrimdir. Məsələn, biz nə qədər ki öz kökümüzə sadiq olacağıq, məsələn 60-cı illəri, 70-ci illəri, 90-cı illərin gözəl nasirlərimizə dəyər verəcəyik. O cümlədən elə sizlərə də, siz də artıq bir dövr keçmiş bir yazıçısınız. Nə qədər ki dəyər veriləcək gözəl nasirlərimizə və onlardan qaynaqlanacaq Azərbaycan ədəbiyyatı, əlbəttə ki davam edəcək. Amma nə qədər ki dikbaşlıq olsa, inkar edilsə, bir böyük bir cərəyanları inkar edən yazıçı, şairlərimiz əlbəttə ki yarımçıq qalacaqlar, davam edə bilməyəcəklər. Mənim bir son sualım var. Bu yaxınlarda mən bilirəm ki, Şuşa teatrında sizin tamaşanıza baxdıq, biz gözəl bir baxış keçirildi və mən istərdim bu barədə bir neçə kəlmə deyək. Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində mənim bir tamaşam oynanıldı. Günəş üzlü qadın povestim əsasında mən ssenariləşdirmişdim və bu tamaşa maraqla qarşılandı. Təbii ki, hər bir nasirin ən böyük arzusudur ki, onun qəhrəmanları səhnədə görünsün və müəllif özü də o qəhrəmanlarına tamaşa etsin. Doğrusu çox həyəcanlı və çox gözəl bir hissdir və mən bu hissi yaşadığım üçün çox xoşbəxtəm. Açığı qeyd edim ki, mən bəlkə də mənim 5 kitabım çap olundu və o kitablarda mən o çap olunanda o sevinci o qədər duymamışdım ki, o tamaşada mən o sevinci duydum. Eyni zamanda tamaşanın rejissoru Kəmalə Səlim Müslüm qızıdır və çox o da gənc. Mən bilirəm ki, Şuşa teatrında çox gözəl bir aktyor truppası bir yerləşir, olar. Mən çox tanıdıqlarım da orada çoxdur, mənə doğma olan aktyorlar, aktrisalar da çoxdur və bilirəm ki, nə qədər sizə bu çox xoş təsir bağışlayıb və necə böyük bir xoşbəxtlik nəsib edib. Yazı masası. Şeirlərinizdən istəyərdim ki, bir-iki şeir oxuyaq və sonlandıraq bizim verilişimizi. Ömrümüz ünvansız yol biletidir. Bu sonuncu qatar, bu da ilk qatar. Bir albom göndərim at bu qatara, məndə ayrılığın 100 cür rəsmi var. Hərə bir tərəfə baş alıb gedər yol adamlar, qatar adamlar. Hərənin bir qatar səfər arzusu, hərənin bir vağzal ayrılığı var. Hər axşam, hər səhər yola salarıq, özünü ötürüb dönər qatarlar. Bir yol öz xəttindən kənara çıxmaz. Qocalar qatarlar, ölər qatarlar. Qocalar qatarlar, ölər qatarlar. Bir qatar tapılmaz yola salmağa. Daha qatar gəlməz. Yolu ot basıb, gedək fit səsini qarşılamağa. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, şəhidlərimizə həsr olmuş bir şeir istəyirəm oxuyam. Yoluna su səpim, göz yaşı sıxım.
Çəkməndə torpaq var, torpaq bir sıxım. Ver əskər çəkməni köksümə sıxım. Çəkməsində çiçək, bitən şəhidim. Bədənin yerdədir, ruhun göylədir. Göydən ulduz uçdu, yaram göynədi. Xəbərin oldu mu o qız neylədi? Dönüb üfüqlərdə itən şəhidim. Zəfərlə, hünərlə hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəklədi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidim. Yazı masası. Mən sizə yaradıcılıq uğurları arzulayıram və daha gözəl, daha böyük nailiyyətlər arzulayıram Naringül xanım. Çox sağ olun Aysel xanım. Mən də sizə təşəkkür edirəm ki, məni bu gözəl verilişinizə dəvət etdiniz. Çox məmnunam. Çox təşəkkür edirəm. Var olun. Beləliklə, bir şənbə söhbətləri ədəbiyyat almanaxının da sonuna gəldik. Bugün yazı masası rubrikasının qəhrəmanı yazıcı Naringül Nadir idi. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət və rejissor Anar Məmmədov.